cür tədbirlərin keçirilməsi Türk dövlətləri, respublikaları arasında əlaqələrin möhkəmləndirilməsi, gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bilirsiniz ki, bunun üçün bugün Azərbaycan Cənab Prezidentin rəhbərliyi ilə davamlı olaraq müxtəlif layihələri həyata keçirir. Ölkəmizdə davamlı olaraq müxtəlif tədbirlər keçirilir və düşünürəm ki, bizim əlaqələrimizi, əməkdaşlığımızı daha da gücləndirə biləcək əsas layihələrdən, tədbirlərdən biri də təhsil sahəsində əməkdaşlıqdır və biz inteqrasiya etmək üçün müxtəlif tədbirləri həyata keçiririk və düşünürəm ki, inteqrasiyanın daha sürətli bir formada həyata keçirilməsində təhsilin müstəsna rolu və müstəsna əhəmiyyəti var və bu cür tədbirlər qeyd etdiyimiz kimi əlaqələrimizin daha da möhkəmlənməsinə, güclənməsinə öz ciddi töhfəsini verəcək. Bildiyiniz kimi biz bugün Türk İnteqrasiya Olimpiyadasının ikinci buraxılışını keçiririk. Hal-hazırda ölkəmizdə 100-ə yaxın 8 ölkədən gələn şagirdlər iştirak edir. Olimpiyadada məqsəd Cənab Prezidentin bizim ailəmiz Türk dünyası ailəsidir şüarına dəstək və o işığı ilə yola çıxmışıq və Türk dünyasını birləşdirmək, gənclərini bir-biri ilə mədəni və təhsil sahəsindəki əlaqələrin formalaşdırılması adına həyata keçiririk. Düşünürəm ki, bu başlanğıc ölkələrimizin siyasi, iqtisadi əməkdaşlıqlarının biz məktəblərdən verdiyi bir dəstək kimi görsənmiş olacaq və gələcək Türk dünyası birliyinin güclənməsinə kömək olmuş olacaq. Və sevindirici haldır ki, bu il ölkəmizə Qaqavuz elindən də gələn şagirdlərimiz var və Olimpiyadanın kuboku bu il təzə təsis olundu, təqdim olunacaq, qızıl alma olacaq. Və bu Olimpiyadanın bu il aldığı, təşkilat komitəsinin aldığı qərar budur ki, hər il bir başqa ölkədə keçiriləcək. Gələn il isə Ankara'da, Nəsib Aydın okullarında həyata keçiriləcək bütün bu Olimpiyadanın təşkilatçılığı. İkinci Türk İnteqrasiya Olimpiyadası həqiqətən çox yüksək səviyyədə keçirildi. Həm seçimlər obyektiv aparıldı, həm uğur qazanmış öğrencilərə, şagirdlərə çox təntənəli bir şəraitdə onların o haqq elədiyi mükafatlar verildi. Bizim ailəmiz Türk dünyasıdır ifadəsi çox belə gerçək səslənir. Yəni, gəncliyin timsalında, gəncliyə münasibətin timsalında və gəncliyin Türk dünyasının inteqrasiyasında artıq müəyyən zəhmətinin olması, əməyinin olması, intellektinin iştirak eləməsi səviyyəsində elə bilirəm ki, çox böyük bir hadisədir və həqiqətən Türk dünyasını böyük gələcək gözləyir. Bu yeniyetmələr bugün intellektin, ağılın, biliyin, mədəniyyətin göstərdilər ki, bir daha alternativi yoxdur. O mənada Azərbaycanda hədəf təhsil şirkətlər o qrupuna Şəmil bəy Bəştova olmaqla mən də minnətdarlığımı bildirirəm, onlara sağ ol deyirəm və əminəm ki, onların gördüyü bu iş daim genişlənəcək, zənginləşəcək və bütün Türk dünyası bu əməkdaşlığa, dostluğa və bu yarışlara qoşulacaq. Bu il ikinci dəfə olan Türk İnteqrasiya Olimpiyadasında iştirak etmək mənim üçün böyük bir qürurdur və burada birinci medal əldə etmişəm. İkinci Türk İnteqrasiya Olimpiyadası təkcə Azərbaycan deyil, bir çox Türk dövlətləri ilə birlikdə keçirilmişdir. Mənim bura həm gəlmə səbəbim öz soydaşlarımla tanış olmaqdır və mən burada bir çox biliklər əldə etdim və bununla yanaşı bir çox dostluqlar da etdim. Hər kəsə ikinci Türk İnteqrasiya Olimpiyadasıyla tanış olması və üçüncü Türk İnteqrasiya Olimpiyadasına qatılmağı tövsiyə
edirəm. Gələn il bir ilk olaraq Türkiyədə keçiriləcək bu 3-cü Türk İnteqrasiya Olimpiyadası və bu böyük bir təcrübə olacaq. Türk şagirdlərə bu imtahana qatılmağı tövsiyə edirəm. Çünki bu həm böyük bir dünya görüş açısı gətirir və bu zamandakı bir çox dostluqlar əldə etmək olur.